O vaxtlar Qarabağ adı denəndə hepimizin ürəyi ağrılıydı. Elə bil ki, bədənimizin bir hissəsi əksik idi, çatmırdı. Zaman keçdikcə məndə bir fikir yarandı, bir sual yarandı. Mən Qarabağ adını, bu klub zəfərə, cəsarətə və işığa, müsbət düşüncəyə çevirə bilərikmi? Ben Maksim Medvedev, Sanfieri Pazovic, Emil Şeydayev, Abdelazubir, Şahrudin Magomedaliyev, Karagarayev, Hisham Almeida, İbrahim Ovacı, Badavi Gusinov, igrač Karabaha. Karabağ, 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 Karabakh. Bir gün merhum prezidentimizin yanındaydım. O bana talimat verdi. Karabağ'dan bir kulüp al veya yarat. Adını da Karabağ. Ağdam kulübünü satın aldı müdüründen. Birinci biz başlayanda hədəflərimiz çox mütəvazi idi. Klubu yaşatmaq idi, ancaq yaşatmaq. Karabağ'ın o misyası vardı. Ona göre bize çok önemliydi Karabağ'ın yükünü taşımak. Seve seve. Bizim o günleri, bu günleri hayal etmek mümkün değil. Bugün nail olduğumuz naillikleri. İmkanı yok idi. Ve Qarabağ'ı birinci ligada saxlamaq, ortalarına, ikinciliğine, üçüncülüğüne oynamakla bu ikincilik, üçüncülük için bizim için büyük bir şeref idi, büyük bir gurur idi. Ama birinci yerde yer alacak düşüncesi katı olarak önümüze hedef koymamıştık. Ama oraya gitmesi için şerait yaratırdık. Çünkü o vaxt hədəfimiz də çempion olmaq değildi. Klub yaratmaq idi. Bizim birinci günden, yani komandayı götürdüğümüz birinci günden bir hedefimiz olup ki Qarabağ adına yaraşan, Qarabağ adını layıkınca temsil edebileceğimiz bir komanda yaratalım. Ve eğer biz bütün işleri ardıcıllıkla olması gerektiği kimi edebilirikse netice özü gelecekti. Ve biz buna inanırdık. O periodu mən səbir periodu kimi deyirəm ki, daxilimizdə insan bilirsiniz, özü öz daxilində pişməlidir. Özü öz daxilində insan xarakterini formalaşdırmalıdır. Mən o illəri Qarabağın formalaşması ili kimi baxıram. Planlamanın düzgün edilmesi çok önemli idi ve bu da esas sabır gerektiren bir işti, büyük fedakarlık gerektiren bir işti. O günün şartlarında biraz artık pul xərcləməklə belki bir yıl şampiyon olup bir 5 yıl bir de gözlemek mümkün idi. Ama biz
Her zaman nece bir komanda yaradalım ki bu her zaman netice versin. Biz istedik ki tarixine, adına layık bir kulüp yaradaq. Если я не ошибаюсь, мне 14 лет было. Начинал играть за дублирующий состав футбольного клуба «Карабаха». Параллельно я учился в школе очень хорошо, и у меня были планы там поступать на медицинский. Именно вот там был очень большой выбор, стоял там продолжать учебу. Или же выбрать футбол. Я остался в спорте. Я думаю, что в этом клубе я не по случайности оказался, потому что этот клуб – это моя вторая семья. Этот клуб дал мне очень многое, и это только может быть судьба. Потому что играть 17 лет в одном клубе, при этом благодаря этому клубу я стал не только капитаном Карабаха, но и капитаном в сборной. Ты там уже как пахаешь, я когда с Дортмундом с игры вышел, 13-400 пробежал. 13-400. Мне кажется, судороги входили, я дышать не мог. Это не та судорога типа, ой, это компле идет уже. Ну ты представь себе разницу о чем? Судорога появляется на 13-400 и появляется на 10 километров. Zəminə xalam mənim. Necəsən? Yaxşıyam, mən Mən bir var. dənə çay ver də xaladım. Armud. Armud almış. Daha uyandım. Armud. Murat abi. Neyse. Bunda balası döyür bu. Ağzını da koyalım. ...2008-ci ildən Qarabağda yeni era başladı. Bu Qurban Qurbanovun gəlişindən sonra. O günü çox yaxşı xatırlayıram və əlbəttə ki, hər hansı bir vəzifəyə gəldiyində böyük fikirlər, böyük düşüncələr olur. Amma həmişə də narahatçılıq olur ki, bu alınacaq, alınmayacaq. Düzdür. Çətinliklə başladı. 1 illə, 2 illə, 3 illə komanda qurmaq çətindir. İçimdə belə bir narahatçılığım var idi ki, görəsən futbol öz yerində, oyun öz yerində, iş öz yerində, amma bu rəhbərliklə, bu heyətlə mənim ümumi danışığımız, ümumi düşüncələrimiz üst-üstə düşəcək, yoxsa düşməyəcək. Pis başlamadıq, amma get-gedə bəzi oyunlarda məğlubiyyətlər, görürsən rəhbərliklə narazılıqlar, hətta azarkeşlərlə narazılıqlar. Я только пришел в Карабах, и вот мы играли против Азала, и мы проиграли 6-2 ту игру. И Курбан Гурбанов подал в отставку после этой игры. Ну, он разозлился сильно на команду и так далее. Biz o emosyonlara özümüzü belə deyək də kaptırmadıq. Rəhbərliklə belə deyək, yəni danışdıq, müzakirələr oldu. Sadəcə mənə çox böyük inam yarandı rəhbərlikdə. Çox böyük inam yarandı. Baxmayaraq ki, uğursuzluğumuz var idi. Ну, потом команда немножко очухалась, немножко пришла в себя. И после этого неплохую серию провела. Может, начали ценить больше его после этого поступка.
Menteres top istəyirdi. İləri göndərir. Rəşad! Agolü topu qapı qarşısına göndərir. Zərbə vurdu. Hər il belə deyək ki, bir addım irəlilədik. Hər il uğur əldə etmək istədik. Qurban Qurbanov gəlişindən sonra mükafatçılar sırasına düşüb, hətta bir dəfə kuboku da qazanıb Azərbaycan kubokunda, amma çempion ola bilmirdi. Hətta bir dəfə bir azarkeş yaxınlaşdı mənə, gəldi dedi ki, Qurban mənim çox xahiş edirəm. Bir dəfə bu komandanın çempionu elə, Azərbaycan çempionu elə, səndən başqa heç nə istəmirik biz. Mən dedim inşallah olacaq. Səhv eləmirəmsə elə o biri il elə komanda çempion oldu. Və bu da finalistdir. Qarabağ çempiondur. Qarabağ Topaz Premyer Liqasının qalibidir. Qurban Qurbanovun başçılığı altında 93-cü ildəki çempionluqdan sonra 20 ildən sonra 2013-də çempion oldu. Yəni o fasilədən sonra. Вот тогда, кстати, я увидел Курбан Гурбанов впервые слезы. Это тоже редкость, конечно, да. Qurban mənim təbrik edirəm. Bu günü çox gözləyirsiniz, bilirsiniz, çox gözləyirsiniz. Amma nələr hiss edirsiniz? Çox sağ olun, Allah, hər şey yolundadır. Amma çempion olduq, bir də çempionluq istədilər. Çempion olduq, Avroliqa istədilər. Avroliqada oynadıq, qrupa düşmək istədilər. Sonra qrupdan çıxmaq belə. Bu yəni həyatımızın belə deyək, maraqlı anlarından biridir. ...1992-ci ildə Füzuli rayon Horadiz kəndində anadan olmuşam. Kəndimi görə bilməmişəm. Çox təəssüf ki, bu mənə 2020-ci ildə nəsib oldu. Qaçqın kimi köçüş elədik Yasamal rayonuna və Yasamal rayonunda artıq biz İnşaat Universitetinin belə deyim yataqxanasında qalırdı və o zamanki oranı tikən insanlar nə yaxşı ki stadion da tikmişdi yataqxananın həyətində və bütün günü orada məşq eləyirdim və tək məşq eləyirdim. Stadionun xüsusilə sol tərəfi mənim üçün önəmli idi. Çünki burada biraz daha çox belə deyim, sahə daha düz idi. Digər tərəfdə biraz fərqli idi. Maraqlı idi mənim üçün. İndi geriyə baxdığımda görürüm ki, o Yasamalın küçələri, o stadion mənə çox şey belə deyim qazandırıb. Həm mənəvi, həm psixoloji, həm belə deyim duruş, həm yaşamağı öyrədib belə deyək bir növ. 2005-dən artıq mən Qarabağın komandasına düşdüm. Altyapıda başladım oynamağa. O zamanlar ilk müəllimimiz elə Eşad Xudadatov idi. Onunla başladıq və ondan 2 il sonra artıq 2007-ci il mən artıq əsas komanda ilə məşqlərə başladım. Və bu klubun məndə bilirsiniz daxili bir mənəvi bir bağlılığı var. Həm özüm Qarabağlı olduğum üçün, həm belə deyim vətənimə bağlı olduğum üçün Qarabağ adı mənim üçün həmişə önəmli adlardan biridir və burada oynamağım mənə xoşbəxtlik verir. Salam aleykum. Necəsən Həniyə? They waiting so far. В команде всегда играют с разным менталитетом футболисты. Есть легионеры, есть местные. Надо с каждым найти общий язык. Надо
вот эти все звенья соединять, чтобы было понимание друг к другу футболистов, потому что у всех разные характеры, кто-то на какую-то шутку может обидеться, кто-то ее нормально воспримет, и это постоянно во всех командах такое бывает. Роль капитана на самом деле вот именно соединять всех ребят, чтобы они были дружные, чтобы они правильно понимали установку тренера, то, что тренер требует от них, преподносить им это более кому-то в мягкой, кому-то в жесткой форме. Это тоже очень бывает так иногда напрягно. Плюс на поле также необходимо контролировать всех игроков. И как капитану очень тяжело, это очень большой спрос бывает, если там какая-то неудача или какая-то плохая игра. Как бы первым делом капитан уже отвечает перед тренером, отвечает перед руководством, там, почему это произошло. Как бы это очень большая на самом деле ответственность и нагрузка. И тем более я понимаю, что в таком клубе, как Карабах, быть капитаном очень тяжело, потому что до этого был, так скажем, один из авторитетов азербайджанского футбола Рашад Садыхов капитаном. Я очень многое и у него учился, и у Аслана Каримова учился. Как бы я с ними вместе играл. И я смотрел их качества, как они становятся лидером команды, и со временем набрался этого опыта, и сейчас уже можно сказать, что свободно тоже могу, как говорится, капитанить на поле. Чемпион! Гол! Чемпион! Гол! Чемпион! Mi llegada aquí a Karabaj pues surge, creo que surge por ese motivo de que el capitán se retiraba del fútbol y había como digamos buscaban otro central y se dio la búsqueda y pues bueno aparecí yo. Antes de vir para cá já conhecia o clube, já tinha visto contra o Sporting, já também antes de vir para cá pesquisei no Google, conheci um bocado do Baku, do Azerbaijão e gostei muito antes de vir para cá. Today, best player, me. E quando tinha uma oferta do meu empresário, tinha mandado para mim, do Clube Karabach. E a gente não sabia aonde que era, e a gente foi pesquisar no Google e aí a gente viu que, como eu sempre falei, você já sabe, meus pais não queriam deixar eu vir por causa da guerra. Mas aí depois eu falei que eu queria ir, eu queria experimentar, eu queria ver como é que era lá. E graças a Deus eu acabei vindo para cá e encontrei um país maravilhoso, um clube sensacional e que aconteceu só coisas boas na minha vida. Colombian machine. Cuando surgió la idea de venir para Karabaj, en la realidad no conocía el país, no conocía el equipo, no conocía absolutamente nada. Después mostraron unos videos de la ciudad, mostraron del equipo y después cuando llegué aquí, pues a la final era mucho más de lo que me esperaba, ¿no? La ciudad me encanta, las personas son muy respetuosas, una de las cosas que me gusta de la cultura de aquí es el respeto que las personas tienen y hablando del club, pues nada que decirlo, pues el club habla por sí solo.
Então, antes de eu vir para o Karabag, eu tive informações só sobre o clube, né? Não sobre o país, não sabia muitas coisas. I was in Lens and I get the offer from Karabakh. Then I find the number of Al Jadawi. Larbi was ex-player of Karabakh. After that, he told me that it's amazing club, these things. Like I should go without think. So I trust him. Abdullah Zubir'e kayda pozisyonda. Haydi Zubir. Ve bitir bu işi. Bitir bu işi. I think that I adapted very good. For me, it's like my culture, you know, like how we live in like Arabic country. It's the same, you know. So for me, it was not a big difference. Just when I came, I feel that it was like the same, and also the players also was very close to me. So of this, I directly adapted to the team. Also the mentality, how you can live, how also in like out of football, you know, I saw that people are very like how you say, like they are nice. Yes, they are close to you. They try to help you with this. So for me, it was very easy. Olha, aquele ali embaixo batendo ali. O 14 tá batendo Tava chamando Yoruldum ben hepine iyiyim ona. Ama boşaldı yok. Ahıra ki. 4 games, hey, 4 games they lose 20-0. What do you want? Oyun nizamıyla bunlar kenara çıkmalı değil. Ama bizde yani sadece bir iş var. Yok artık bu lazım ayrı niyatını getirmek borçluyuz. Bana geçecek bir başarı uzmanı değil. Ama güzel bir zaman. İngiliz şartları sürekli yaratmak olmaz. Vai tomar de boa. Ali que está aí, eles conseguem começaram a chegar. Olha, vocês nada cavaria, nada cavaria falar, nada cavaria, falar ainda. Mas até agora, o cara e Patrick, vocês, os dois, vocês têm que
Biz biliyoruz. Siz de bak. Her şeyi tez. Не обращал внимания на игроков. Olay harda başladı? Avrupa'nın gönüllerini fethetme irademiz. Ben size diyeyim, benim için bu Rosenborg oyunuydu. They drew against at that time, yeah. I just thought Karabakh coming to us, to Western Europe. I have to go there. Of course, Norway is still a long way from where I live in the Netherlands. Anyway, I went there and hooked up with the team again, who were so inviting and friendly. Biz Rosenborg'la oynamışıq Rosenborg'da. Onlar çok üstün oynayıp bizden ve biz onlarla heç eləmişik. Bu bizim için büyük bir uğurdu. One week after, they played again against Rosenborg in Baku, in the Tofik Bakhamov. Bugün Tofik Behramov adına spor stadionunda Qarabağ komandası Rosenborg'u qəbul edəcək. Komandamız növbəti mərhələyə yüksəlmək üçün çox yaxşı imkan qazanıb. Hələ özümüzə inanmırıq, hələ özümüzü axtarırıq, hələ ruhumuzu axtarırıq öz içimizdə. Rosenborg böyük qüvvə ilə irəli atılmışdı və biz məcbur olub öz qapımıza bağlanmışdıq. Ancaq Rəşad Sadıqov o goluyla birdən-birə hamımızın ürəyi alov aldı. 45-ci dəqiqə, ilk yarının son dəqiqəsi. Cərimə zərbəsini Qarabağ komandasının futbolçuları yerinə yetirəcəklər. Vaqif Cavadov topun arxasındadır. Adətən o nöqtədən qapıya zərbə vurulmur, asma verilir. Nəysə bilmirəm, Vaqifə dedim ki, Vaqif, ötürmə verir, zərbə vuracam qapıya. Hakim şayəni verir, Cavadovun ötürməsi, Rəşad Sadıqov zərbəsi. Rəşad Sadıqovun qolu. 45-ci dəqiqədə Qarabağ komandası hesab açır. So that was the first major win of Karabakh in European football. And for me, another reason to write about this club, especially because this game was played on July 23rd, as you probably know, the day when in 1993 the city of Artan was occupied. This game, this victory had so much importance. Və mən deyə bilərəm ki, o həftə yuxumadım. Sonra mediayı çağırdıq. Dedi ki, artıq bəsdir. Özümüzü öz ölkəmizin içindən məhdud görməyəcəyik. Artıq özümüzü kiçik görməyəcəyik. Andrade ötürmə, Ozovic! Və 3-0! Kadir eləyir, sol ayaqla Kadir! Borges! Qarabağ hesab açır, Patrik Andrade! Patrik Andrade! Zubin! Xəmər Ömərov! Zərbə və gol! Zubin və gol! Filip Ozovic! Bravo Qarabağ! Bravo Filip Ozovic! Два низом, шах. Два низом, два вверх. Пришел в команду с Сумгаита, а в Сумгаите у нас не было практически легионеров, да. И мы всегда на Карабах смотрели снизу вверх, что это команда, в которую хочется всегда попасть, команда, в которой хочется играть. Biel zərbə və Sən Şahruddin bu cür ağır topu 9-luqdan çıxarır qapçımız. Başladılar, F tapşırığını belə yerinə yetirirlər. Qapıya zərbə və Şahruddin. Çox təhlükəli hücum izlədik. Это атмосфера, когда я первый раз видел там легионеров, этих бразильцев, их менталитет другой, их культура другая, это чуть-чуть другой мир, да. Ну, конечно, я был очень счастлив.
Mas então quando eu cheguei aqui, acho que foi tudo uma surpresa pro lado positivo para mim, tanto das pessoas quanto do clube, quanto do país, de tudo. Foi uma surpresa pelo lado positivo, pois não esperava que o clube seria tão importante assim para as pessoas que vivem aqui. E hoje, passando por isso, eu só tenho que tipo, agradecer a Deus por me dar essa oportunidade de estar à frente dessas pessoas maravilhosas. Amigo, o Karabakh, ele teve uma influência muito grande para mim. Primeiramente, da estrutura. Quando eu cheguei aqui, eu descobri como pessoa, eu cresci muito. Deus colocou eu aqui, sabe? Quando uma estrela, Deus fala que essa estrela vai brilhar. E para mim, Karabakh é uma estrela que tá na minha vida e vai estar. Sou agradecido, gratidão eternamente até o final da minha vida. FK Karabakh. 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 Qarabağ 2014-2015 mövsümündən başlayaraq mütəmadi Avrokubokların qrup mərhələsinə vəsiqə qazanır. Как бы попасть в Лигу чемпионов, это у нас не получилось сразу с первого года. Мы до этого также бились в Еврокубках, старались туда-сюда. И выдался один сезон, когда мы на самом деле встретились в плей-оффе с Копенгагеном. Himnin izlədiyimiz Çempionlar Liqasının o möhtəşəm musiqisini artıq özümüz Bakıya gətirmişdik. Впервые услышали гимн Лиги чемпионов в Баку. Это была большая радость для болельщиков. Я очень хорошо помню эти игры. And of course, I will never forget the Champions League when we first time went to Champions League and first Azerbaijan team in the Champions League. This was something what you cannot forget. The first game with Copenhagen in home. Bizi nələr gözlədiyini bilirdik, çox ciddi hazırlaşmışdıq. Kopenhagenə də getdiyimiz yerə qədər çox əziyyətlər çəkdik. Komandamız yaxşı oyunlar oynayırdı, bu etapı keçirdilər. Kopenhagenin təcrübəsi bizdən dəfələrlə çox idi. Onların futbol, belə deyək, mentaliteti bizdən yüksək idi. Və onlar daha rahat çıxış edirdilər, daha çox bu belə hadisələrlə rastlaşmışdılar. Amma biz ilk idi və hamımıza bilirdik ki, bütün 10 milyonluq xalqın gözü bizdədir. İlk dəfə idi biz Çempionlar Liqasının play-offunda oynayırdıq. Burada bir təcrübə lazım idi, burada iradə lazım idi, burada soyuqqanlılıq lazım idi və əlaqəxüsus ən əsası da düşüncə olaraq birlik lazım idi. Никто не мог подумать, что Карабах сможет пройти Копенгаген и попасть в группу Лиги чемпионов. После первого матча, когда мы их выиграли 1-0, там мы проиграли им 2-1, но тогда еще присутствовали те условия выездного гола. И он нам на самом деле очень сильно помог. Я помню, что после игры, на самом деле, минут 30 мы вообще не понимали, что происходит. Что мы сделали только по возвращению в Баку, когда вот начали принимать поздравления, как нас в аэропорте встретили, мы уже поняли, что на самом деле мы сделали что-то грандиозное. Və şəhər olmadan, rayonu olmadan həmin turnirə qatılmışdı və illərdir Qaçqın, belə deyim, komandası olaraq qatılmışdı. Bu da Qarabağ adının təbliğində məncə ən böyük rollardan, amillərdən biri idi və hətta özümün karyerasını düşünürəm. Bir zamanlar Yasamalda məhəllədə futbol oynayıb və 2017-ci ildə Stanford Bridge'də Fabregas və yaxud da digər futbolçulara qarşı oynamaq əvəz olunmaz bir hiss idi. O qalibiyyət bu klubu daha da böyütdü, çox güc verdi, daha da inam verdi və belə də ümumiyyətcə bu turnir, belə deyək, yəni, o qrupa düşmək bizə böyük bir inam verdi və bu bir daha göstərdi ki, bizim ümidsiz olmağa ixtiyarımız yoxdur. Bizim inamsız olmağa ixtiyarımız yoxdur. Çünki istənilən komandaya qarşı biz oynaya bilərik, istənilən komandaya qarşı biz mübarizə apara bilərik və qalibiyyət, bu nəticə, bu sonraki işdir. Siz təsəvvür eləyin, imkansızlıqlardan çıxmış bir avtobus bileti axtaran bir klub başlayır. O vaxt evi yox, stadionu yox
ve indi dünyanın en nəhəng klublarıyla mübarizə aparırsınız. Çempionlar Liqasındakı il 2017-ci il nəinki Qarabağ tarixindən, ümumiyyətlə Azərbaycan tarixindən silinməyəcək bir günlərdir. Həmin ili çox böyük hadisə oldu Azərbaycan futbol tarixində, Azərbaycan idmanında. Əla xüsusda bizim düşdüyümüz qrup çox maraqlı idi. Grup C. Grup C. Bizim qıraqlarla bir yerə düşməyimiz ümumiyyətcə bizə marağı daha da çoxaltdı. Ümumiyyətcə bizə olan diqqət daha da çoxaltdı. Bu puşka atmada dünyanın ən nəhəng qrupları, menecerləri, rəhbərlik yaşanda bir dənəsə mənə çox maraqlı, gözəl bir söz dedi. Qarabağ klubu Avropa klubuna çox maraqlı bir həyəcan qatdı. Bu Avropa klubu dedi, illərlə biz Chelsea-yi görmüşük, bunlar hamısı bilinən klublardı. Amma Qarabağ dedi, bir İngilizcə bir kəlmə istifadə elədi, novelty, bir hədiyyə kimi. Dedi, siz rənglərdirdiniz, rəng qatdınız. Bizim tanımadığımız bir rəng qatdınız Avrupaya. For the first time, an Azerbaijan team was in a Champions League stage, group stage. Karabakh was starting a bit to be known in Italy because they had played against Inter in UEFA Cup in Europa League, and then they were against Roma. So Italian supporters started to hear this name, Karabakh. Hər bir futbolçudan soruşsan ki, hansı uğur əldə etmək istəyərdin? Deyərdi ki, Çempionlar Liqasının qrupunda oynamaq və yaxud onu əldə etmək. Это уже большой футбол, большие трибуны, там заполненные стадионы, скорость игры. Все там на самом деле другое бывает. Bu həmin o uğurlardandır ki, bizim kimi komandalar 5 il, 6 il, 10 il ərzində görsən ki, bir şansımız olur istifadə etməyə. Bundan biz istifadə edə bildik. Очень большой опыт получили мы. К сожалению, мы не смогли выйти из группы, но, я думаю, большую радость принесли болельщикам. Есть такой немаловажный фактор — имя клуба. Понимаете, если мы когда играем Абердин, допустим, или там Аммония, как бы со стороны это смотрится, как играют равные команды. Но когда твой соперник Челси, Тоттенхэм, Арсенал, уже понятное дело, что там перед игрой очень большой бывает стресс, перенапряженность. И за счет этого даже тот потенциал, который у нас есть, нам очень тяжело его выкладывать. Amma hər bir halda biz reallığa baxmalıyıq ki, hələ ki bizim çox illər var ki, o ölkələrlə biz baş-başa gələk. Yeni, belə deyək, formalaşmağa başlamışıq, yeni bərkiməyə başlamışıq, amma bunların 80, 70, 90 yaşı varsa, yəni minimum bir futbol ölkəsi kimi, amma bizim hələ çox azdır yaşımız. Ona görə onlar bizdən çox öndədirlər. Biz buna daima diqqət yetirməliyik. Çünki belə deyək, uğursuzluğa görə biz futboldan küsməli deyilik. İnamı əldə eləmək üçün böyük bir risklərə getməliyik və məğlubiyyətləri göz önümüzə almalıyıq ki, bugün biz məğlub olaraq biz gələcəyimizi belə deyək, daha da möhkəmləndirə bilərik. Nine times you are the champion. You are the best. The king is Karabakh. Karabakh is the future.
sinceramente creo que si me hubiera ocurrido a mí, en lugar de al entrenador rival, no hubiera aceptado que el árbitro cambie el fallo. Hubiera a lo mejor festejado que hubiera sido gol, sinceramente.